Bərdə rayon Həsənqaya kəndi 866 saylı məcburi köçkünlər qəsəbə sakini Əliyev İskəndər kanalımıza müraciət edərək bildirir ki, qəsəbədə sahibsiz itlər onların kabusuna çevrilib. Belə ki, müsahibimiz onu da qeyd etdi ki, sahibsiz itlər insanlar üçün real təhlükə olmaqla yanaşı, həm də xəstəlik mənbəyidir. Daha ətraflı video sujetdə. Əliyev İskəndər Heydərov, Ağdam rayonundan olan məcburi köçkün. 2013-cü ildən biz bura yığışmışıq. Deməli, bizim ünvanımız Bərdə rayonu Həsənqaya kəndi 866 saylı məcburi köçkünlər qəsəbəsidir. Bura yığılanan ilk gündən bəri deməli, kimsəsiz və sahibsiz qotur itlər bizə böyük bir bəl olur. Çölə çıxmaq olmur, uşaqları məktəbə aparmaq olmur, gecə qoymurlar yatmağa, hamısı ulaşırlar. Hər kolun dibində bir dənə qotur it yadır. Dünya Səyyahət Təşkilatını xəşək xəstəliyi, bir də ekrinxo xəstəliyi narahat edir. Bu xəşək xəstəliyi bilinir, nədən yaranır. Bu ekrinxo xəstəliyi də çox gözəl bilirik ki, qotur itlərdən düşür. Burada da qotur itlərin sayı az qala məcburi köçkünlərin sayından çox olar. Deməli, indicə mən evə gəlirəm, bir nəfər var qonşu, Akaşla deyirlər adına, qəhrəmandır. Uşağın əlinə tutur, deyir, indicə gəldi İskəndər müəllim. Az qaldı ihtiyar. Deyirəm, hər şey, o müəllim bilir. Deyir, bir neçə il bundan qabaq Tofiq həkim var. Onun həyat yoldaşı Yaqut müəllimə. Onu itlər aldı dövrüyə tutmaq istəyir, işləmək istəyəndə yıxdılar yerə, onun qılçı qırıldı, hələ də əsə ilə gəzir. Yaqut müəllimə özü də Azərbaycan Respublikasında tanınmış müəllim, pedaqoq Süleyman Zeynalovun qızıdır. O vaxtı Xankəndində müəllim işləyirdi. İndi bax, bu itlərin dərdini kimə deyirik? Hamı deyir ki, yox, itlərə toxunma olmaz, tapşırıq var, toxunmuyor. Bu itləri biz sahib çıxsınlar, aparsınlar, saxlasınlar. Biz demirik ya, ölsünlər. Ta qədimi zamanlardan bəri vəhşi heyvanlar səhərsə ilk dəfə əhəlləşənlər it olur. Belə nətər deyim, adama ziyan da, şətəl də həmişə dostdan gəlir. İndi itlər də bizim dostumuzdur, onu deyək, bizi qoruyur. Məsələn, çobanların o 2000-3000 qoyunlarını məsələn canavardan qoruyur. Qoymur, qoysan canavar gələ o qoyunları aparar. Amma buna baxmayaraq bir tədbir görmək lazımdır. Bəs bizim gələcəyimiz, o körpələr bizim gələcəyimiz oğlan uşaqlarıdır. Onlar sağlam böyüməlidir. Ekrinxo xəstəliyinə ola bilər. Qulu Xəlilov vardır, Allah rəhmət eləsin. Ağzəbəddən yazıcıydı, yaşamaq istəyirəm. Kitabın müəllifidir. 11 dəfə Moskvada qaraciyərlə operasiya oldu. Feyruzə Məmmədov vardı. Yaşlı adamlar yaşı tanıyar. O kimsəsiz itlər onu tutmaq, işləmək istəyəndə qız qorxudan şəkər xəstəliyi, mərhum prezidentimiz Heydər Əliyev təcili fərdi həkim ayırdı ki, o qızı qoymasın da, həyatını xilas etsin. Lakin həkim nə qədər çalışsa, o qızın həyatını xilas etmək olmadı. İndi qalmışıq, bax, ümidsiz, çarəsiz, imkansız, kimə dərdimizi yeyik. Heç kəs. Deyəndə deyirlər ki, itlərə toxunmaq olar. Bizə xahiş eləyələ bir təşkilat olsun ki, bax, bu barədə tədbir görsün, bu kimsəsiz itlər buradan yığıla aparsınlar, bilmirək, neynirlər özləri bilər, aparsın da dövlətimizin o qədər it saxlama yerlər var. Mən aldığım məlumata görə Gəncədə deyəsən, o kimsəsiz itləri saxlayırlar. Gəlsinlər, aparsınlar, çıxa bilmir çörək. Mən asaqal adam çörək alma gedəndə həmdə özümdə bezbol ağacı var, idman ağacı. Toxmağa oxuyur, onu Allah müəllimə gedirəm. Ay Gülləkay müəllim, Malnovatıra gedirəm, deyirəm, hə, Malnovatıra. Neyiniyim, məsələn, neçə dəfə məni az qalsa, o tikdiyələr o itlər, ağacəlim olmasa. Parkda keçirək, yolum oradandır. Bizə görsən, cunurlar, qəflətən. 5-i, 8-i, 10-u, nə bilmir, saymağı olur. Sanırım, nə qədər əhali yaşayır burada? Burada 5000-dən çoxdur. Deyirəm, aya, gələcəyimiz uşaqları gələcəkdə qotur xəstəliyi, ekrinxo xəstəliyi, xahiş edin. Televiziyalara və aidiyyət təşkilatlara bir müraciət edin telefonla, ya yazılı surətdə. Gəlsinə tədbir görsünlər. Onlar nə bilir ki, o qədər respublikada görüləcək işlər var. Elə bir o təşkilatların işləri, qotur itlər diyor ki, xəbər verin, gəlsinə tədbir görsünlər. Əlbəttə ki, elə bir qurum var, öntası onlar bilmir, biz onlar xahiş edirik sizdən. Məlumat verin, gəlsinə bu itlər barədə bir tədbir görsünlər. Həm o yazıqdır o itləri, adam əziyyət çəkir. Görsən 6-7 bala doğur, onlar da hamısı bit. O günü özün yerə sürtə, hamısı çığırı öldürə getdilər. O elə bir qurum var, yer var, saxlayırlar, gəlsinlər, aparsınlar. O itlər elə
Allah'a da xoş gedərik, günahdır. Biz məsələn özümüzü zorla dolandırırıq. Bizim ilahanın məsələn imkanımız ki, o götürüklər özümüz bir yer düzəldək, onları saxlayaq. Xahiş edirik sizdən artıq dərəcədə bizim bu 866 qəsəbədə yaşayan vətəndaşların şikayətini aidiyyəti qurumlara çatdırırsınız.